Biz gedirik gölə baxmağa. Görək, orada qəşəng mənzərəli bir göl var. Qəşəng, qəşəng. Görək nə gölüdür. Belə bir göl var. Astarada ən sevdiyim odur ki, təbiətə heç bir müdaxilə olunmayıb, yəni. Təbii, təbiətin, Allahın təbiətə bəxş elədiyi gözəllikdir. Süni heç nə yoxdur, yəni. Süni göl, süni heç nə yaradılmayıb da. Sırf Allahın bəxş elədiyi yaşıl örtük, göllər, yəni ən gözəl təbii kənd həyatıdır. Süniliyi xoşlamıram mən.